Salam. 2010-2024-cü illər arasında qəbula düşmüş məsələlər. Ölkədə ÜDM-nin həcmi 76 milyard, ÜMM-nin həcmi 80 milyard ABŞ dollardır. Bunu yazsaq birinci, Euler-Venn diaqramına əsasən. Bura ÜDM olur. Burası ÜMM. ÜDM burada bizə deyir ki 76. ÜMM isə 80-dir. ÜMM-nin xaricdəki həcmi bu hissədir. Xaricdəki həcmi 23 milyard. Bura 23 milyardsa artıq bura olacaq 80 çıxsın 23, yəni 57 milyon. Bu hissə 57-dirsə 76-dan 57-dən çıxırıq. Eləyir 19 milyard. Bizdən isə soruşur. Yəni xarici şirkətlər biz tapdıq 19 milyard. Xarici şirkətlərin ÜDM-dəki həcmi ÜDM 76-dır. 76-nın yüzdə, yəni faizlə soruşduğuna görə %2-si bərabərdir 19. 1900 də burada 76-ya bölürük. 1900 bölünsün 76, bu da eləyir 25%. ÜDM-dəki həcmini artıq tapdıq. Növbəti sual. Azərbaycanda avtomobil yollarının uzunluğu əvvəlki illərdə 2752, uzun illər sonrası 27.000 km olmuşdur. Keçən dövr ərzində hər 100 kvadrat kilometrə düşən avtomobil yollarının orta sıxlığı neçə kilometrdir? Bu da 100 kilometrdir. Yəni biz 1 kilometr yox, 100 kilometr kvadrata nə qədər düşür onu tapacağıq. Burada 27.000-dən çıxırıq 2752-ni. 27.000 2752 24.282 edir. 24.200 daha doğrusu 48 edir. Bunu da bölürük Azərbaycan sahəsinə 86.600-ə. Amma 100 kvadrat kilometr dediyinə görə bu sıfırları burada birbaşa ilə ixtisar edə bilərik. Bunu da böldürürük 866-ya. Bu da edir 28. Deməli, hər kvadrat kilometrə düşən avtomobil yolunun uzunluğu hər 100 kvadrat kilometrə 28 kilometrdir. Yəni 100 kvadrat kilometr. Növbəti sualda deyir ki, A zirvəsində atmosfer təzyiqi 320. Artıq A zirvəsinin biz hündürlüyünü tapa bilərik. 760-dan çıxarıq 320-ni. 760-dan 320-ni çıxandan sonra biz bunu ona vuracağıq. 440 edir. 440-ı da ona vuraraq biz neçə metr hündürlüyü olduğunu tapırıq. Çünki təzyiq hər 10 metrdə 1 mm azalır. Bunu ona vuraraq da 4400 metr olduğunu artıq tapdıq. Daimi qar xəttindən 4400 olmasına baxmayaraq daimi qar xəttindən aşağıda yerləşir. Yəni temperatur 0 dərəcədən alçaq deyil burada. Ona görə də bunun ekvatora yaxın olduğunu bildirir. Yəni tropiklərə ya da ekvatora yaxın ərazi olduğunu bildirik. B zirvəsində isə atmosfer təzyiqi 610-dur. 760-dan çıxırıq 610-u. Bu da edir 150. 150-ni də ona vuraraq, yəni hər 10 metrdə 1 mm söhbətinə görə edir 1500 metr. Bunun hündürlüyü 1500 metrdir. Və bunun hündürlüyü 1500 metr olmasına baxmayaraq daimi qar xəttindən yuxarıdadır. Onda bu hissə qütblərə daha yaxındır. Çünki qütblərdə, qütb enliklərində qar xətti 0 metrdən keçir. Ona yaxın ərazilərdə də daha alçaqdan keçir. Məsələn, 1000 metrdən keçə bilər. Qrenlandiyada məsəl üçün 550 metrdən keçir. Yəni bu formada. Məsələn, ekvatorda 4500-5000-dir. Tropiklərdə 5000-6000 aralığında keçir qar xətti, yəni hündürlük olaraq. İndi hər iki zirvə eyni coğrafi enlikdə yerləşir, ola bilməz. A zirvəsi qütb gecə və gündüzləri müşahidə olunur. A zirvəsi ekvatora yaxın olduğuna görə bu da mümkün deyil. A zirvəsinin yerləşdiyi dağ sistemində daha çox landşaft qurşağı var. Bəli, düzdür bu. Çünki ekvator və ya tropikə yaxındırsa, bunu tropikdə də götürə bilərik. Tropikdən götürsək, səhralardan tutulmuş, belə deyək, subab çəmənliklərinə qədər gedə bilərik. Subab alt çəmənlikləri və yaxud da subnivala qədər gedə bilərik təbii landşaft olaraq. B zirvəsi subtropik iqlim qurşağında yerləşir. B zirvəsi dedi ki, qütblərə yaxın yerləşir, ona görə bu da ola bilməz. A zirvəsi ekvatora daha yaxındır. Bəli, A zirvəsi ekvatora daha yaxındır. B zirvəsi mütləq hündürlüyü 1500 metrdir. Burada da qeyd eləmişik 1500 metr. Deməli, cavab 3, 5, 6 olur. Daha sonra
Çayın mənsəbi, bu situasiya sualıdır. Çayın mənsəbi dünya okeanındadır. Yəni 0 metr hündürlükdə olduğunu bildirir mənsəbin. Keçdiyi ərazinin böyük hissəsində akkumulyativ reyli formalar üstünlük təşkil edir. Yəni düzənlik çay olduğunu burada deyir bizə. Onun mənbəyi ilə mənsəbi arasında temperatur fərqi 5,4-dür. Bunu isə eləyirik 100 metrdə 0,6, x metrdə isə 5,4, x də bərabərdir edir 900 metr. Deməli çayın mənbəyi ilə mənsəb arasındakı hündürlük fərqinin biz 900 metr olduğunu bildik. Çayın uzunluğu isə 3000 kilometrdir. Burada artıq suallar verir. Verilənə əsasən çayın orta meyilliyi. Meyilliyi çayın düşməsi, biz buradan düşməyi, mənbə ilə mənsəb arasındakı fərq həmçinin çayın düşməsidir. 900 metri bölürük çayın uzunluğuna. Düşməni tapmaq, meyilliyi tapmaq üçün çayın düşməsini bölürük onun uzunluğuna. 900-ü 3000-ə bölürük. Bu da təxminən 0,3 eləməlidir. 0,3 edir bəli. Bu da bərabər 0,3 metr bölünsün kilometr. Artıq çayın biz orta meyilliyini tapdıq. İkincidə soruşur, əsasən axdığı relyef formasını. Çay düzənliklərdən axır, ovalıqlardan axır. Ona görə də meandr əmələ gətirir, qıvrılaraq axır. Növbəti sual. Mütləq hündürlüyü 6400 olan dağın zirvəsində. Dağın zirvəsində mütləq hündürlük 6400 metrdir. Temperatur -30-dur. Bu vaxt həmin dağın ətəyində okean səviyyəsi 0 metr buranı götürürük. Ondan 500 metr hündürlükdə. Temperatur müəyyən edir. Yəni bu məsafəni istəyir bizdən. 6400-dən 500-ü çıxırıq. 5900 edir. Biz bilirik ki, temperatur 100 metrdə, hər 100 metr yuxarı qalxanda 0,6 dərəcə azalır. Bəs 5900 metrdə nə qədər azalar? Bu da x olur. X da bərabərdir. Bu eləyəcək 35,4. Dağın zirvəsində temperatur -30 idi. Aşağı düşdükcə temperatur artır. Yuxarı çıxdıqca azalır, aşağı düşdükcə artır. Ona görə bunun üzərinə 35,4 əlavə edirik. Bu da müsbət 5,4 eləyəcək. Növbəti son. 75 dərəcə şimal enində qütb gecələri başlayarsın. 75 dərəcə şimal enində qütb gecələri nə zaman başlayır? 90-dan çıxırıq 75-i. 90-dan çıxırıq 75-i 25. Əgər şimal enliyində qütb gecəsidir, deməli günəş cənub enliyində zəngdədir. 25 dərəcə cənub enliyində günəş zəngdədir. 75 dərəcə şimal enliyindən 90 dərəcə şimal qütb nöqtəsinə qədər olan hissələrdə qütb gündüzləri. 75 dərəcə cənub enliyindən 90 dərəcə qütb nöqtəsinə qədər olan hissələrdə isə qütb gündüzləri olmuş olacaq. Bakıda günorta vaxt günəş şüalarının düşmə ucağı 35 dərəcədir. Bakı 40 dərəcə şimal enliyindədir. Burası 0 dərəcə. Bunların arasında daha doğrusu üzr istəyirəm, burada 25 yox 15 olacaq. 90-dan 75 çıxanda 15 edir. Bakı ilə 15 dərəcə cənub enliyinin arasındakı məsafə 55 dərəcə. Çünki Bakı şimalda, bu isə cənubdadır. Ona görə bunları toplamalıyıq. Burada 90 dərəcə bucağına düşürsə, yəni günəş zəngdədirsə, 90-dan çıxırıq 55-i, eləyir 35 dərəcə. Deməli, birinci düzdür. Bakı günorta vaxtı günəş şüaları 35 dərəcə bucaq altında düşür. Şimal qütb dairəsində qütb gecəsidir. Şimal qütb dairəsi 66,5-dir. Amma qütb gecələr 75 dərəcə şimal ilə 90 dərəcə şimal qütb nöqtəsinə kimi olan hissələrdədir. Ona görə 2 ola bilməz. Cənub qütb dairəsində gündüzün uzunluğu maksimumdur. Ola bilməz, çünki gündüzün uzunluğu maksimum orada günəş cənub tropikinin üzərində zenitdə olduğu zaman olur. Ona görə də 3 olunur. Ekvatorda günorta vaxtı şaquli dirəyin kölgəsi 0 dərəcə azimutu göstərir. Günəş 15 dərəcə cənub enlində zenitdədir. Burada zenitdədir. Burada bastırılmış dirək 0 dərəcə azimutu göstərəcək kölgəsi. Çünki günəş ona cənubdan toxunur. Yəni cənubdan işıq vurur. Bu da düzdür. 15 dərəcə cənub enliyində şaquli dirəyin kölgəsi maksimum uzunluğa malikdir. Xeyr, minimum uzunluğa malikdir. Çünki günəşin burada dirəyin kölgəsi olmayacaq. Günəş zenit məntəqəsindədir, zenit nöqtəsindədir.
Avustraliyada gündüzlər gecədən uzundur. Bəli, çünki cənub yarımkürəsindədir. Gündüzlər gecədən uzun olacaq. 16-cı sual. Müşahidəçi A məntəqəsindən, yəni bu hissədən uzunluq olaraq buradan baxırıq 40 və 80 arasında, deməli 60 dərəcə. Sıfırdan da sağda olduğuna görə şərq uzunluğunda yerləşir. Enli olaraqsa ekvatorun üzərindədir, 0 dərəcə enlikdədir. 0 dərəcəli azimutla 4440 km. Meridian üzrə getdiyimizə görə 4440-ı 111-ə bölürük. Eləyir 40 dərəcə. 0-dan 40 dərəcə şimala getsək, çatırıq 40 dərəcə şimal enliyinə. Bu məntəqəyə çatırıq. Amma 60 dərəcə şərq uzunluğu olduğu kimi qalır. Daha sonra 270 dərəcəli azimutla, yəni sol istiqamətdə 5124 km gedirik. 5124 biz burada bölməliyik 85,4-ə. Çünki 40 dərəcə şimal enində 1 dərəcəlik qövsün uzunluğu 85,4 km-dir. Bu da eləyir 60 dərəcə. 60 dərəcə şərq uzunluğundan 60 dərəcə qərbə doğru istiqamətlənsə, yəni 270 dərəcə istiqamətlənsə, çatırıq 0 dərəcə uzunluğa. Deməli, bizim koordinatlarımız 40 dərəcə şimal enliyi, 0 dərəcə uzunluğu olacaq. A nöqtəsi ilə qurşaq vaxt fərqini müəyyən edin. A nöqtəsi 60-dadır, yəni 4-cü saat qurşağındadır. 60-ı 15-ə bölərək tapırıq bunu. 0-cı meridiyanda 0 və yaxud da 24-cü saat qurşağıdır. Bunların arasında yəni 4 saat qurşaq vaxtı fərqi var. 22-ci sualda deyir. A ölkəsinin əhalisi 81,8 milyon, 1000 nəfərə təbii artım -2 nəfərdir. Təbii artımı bu formada yazırıq. 81,8 milyon. Təbii artım bilmirik, x yazırıq. 1000 nəfərə -2 nəfər yazırıq. B ölkəsində isə təbii artım əhalinin sayı 60,8 milyon. Təbii artımı bilmirik. Yəni 60 milyon nə qədər artdığını bilmirik və yaxud da azaldığını. Amma 1000 nəfərə təbii artımın -1 olduğunu bilirik. Daha sonra deyir ki, AB ölkələrin əhalisinin təbii azalması arasındakı fərqi müəyyən edin. Burada 81,8-i -2-yə vururuq. Yəni nə qədər azaldığını tapacağıq. 81,8 vurulsun -2. Bu 163,6 min nəfər eləyəcək. 163,6 min nəfər. Bunu -1-ə vurduqda isə artıq 60,8 min nəfər eləyəcək. Burada da 163-dən çıxırıq 60,8 min nəfəri. Bu da edir 102,9